Salam hörmətli izləyicilər. Şəxsi tikili mülk istəyənlər üçün bax buyurun. Yəni basen çək onun hovuzumuz. Uşaq da çimir. Belə bir evimiz çıxıb 20 sotdur. Əncillikdə, Şuvalanda gedir. Sənəddə gedir Şuvalan. Evimizin bu hissəsində zəhmət olması çək görsən. Şəxsi mülk illər boyu tikilmiş, yəni çoxdan tikili bağ evidir. Burada da boş sahə. Qiymətimiz 650 mindir. Aşağı yeri təbii ki olacaq. Sənədləri qaydasındadır. Kupça çıxarışdı. Evin də kupçası var, torpağın da. Evimiz də ki hardasa 400-450 kvadrat. Sənəddə 300 kvadrata yaxındır. Burada həyətdə sanuzildir. Çox. Aha, getdik. Evimiz bax bu sol tərəfdədir. Burada əvvəllər nə olub sizdə bura? Mətbəx olub. Mini bar. Açıb görsətməyək. Yəni bax budur. Mini bar olub deyir. Basenimizin ölçüləri də qardaş bir 10 metrin, eni də bir 4 metrə olar. Gəl. Həyətinə 3-4 dənə maşın girinir. Burada da bax belə fəvvarəsi var. Neçənci illərin bağıdır? Priblizitiv. 97'de alınır. Aha. Hə, 97-də torpaq alınır, 2000-ci ildə ki, fəvvarəsi də var. Burada bisetkasıdır. Burada da bax belə yaşıl zonadır. Yəni çək görsən. Şam ağacları, böyük şam ağaclarıdır. Evimiz də 2 mərtəbəlidir. Neçə otaqdır? Hani 4 otaq yukarıda. Aha, yataq otağı. Yatak otağı. 4 yataq otağı yuxarıda, bəli. Aşağıda Aşağıda da göstərəcəm. eski bina, üçüncü 4 mansardı da var, ha? Hə, çək. Həyətini çək görsən, bax belə giriş qapısıdır. Orada nədir? Qarajıdır, düzdür? Qarajıdır. Bir dənə zəhmət olmasa qarajda görsət. Sonra mən özüm çəkib evin içini sizə çəkib göstərəcəm. 650 mindən çıxartdıq satışa. Prestijli məhəllədir. Yəni enli küçəsi, asfalt və s. və ilaxır. Bura qarajıdır. Qurtla belə idarə olunan qapı. Bir dənə də buradan çək görsət. Gedək evimizin içində çəkər görsədək. Mənim nömrəm bilirsiniz. 070 858 31 44. Endirim də eləyəcəklər qardaş yağın ki. Hə, endirim də eləyəcəklər. Hə, 650 ilə çıxartdıq. O demək deyir ki, 650-yə verəcək. Yəni endirim eləyəcək. Bax, fəvvarəsi, hovuzu, ora belə deyək də, dincəlmə otağı, burada verandası, burada üstü bağlı, burada da dincəl, 2 mərtəbə, üstü də mansard. Gedək indi içərini inşallah çəkək görsədək. Bu nə itidir belə? İşləməyəcəm. Yox. Aha. Gedək. Deməli, bura giriş hissəsidir. Mən bir dəqiqə əqqalımı çıxardım. Bura işıq hardan yanır? Zəhmət olmasa. Yanır işığı. Yəni, zəhmət olmasa işığı yanır. Aha. Neçə dark. Baxaq bura. Bura nədir bizdə? Bu da böyle okşu böyle squat kimi eski otar burada. Hə, çək görsən. Şey, fürsət elə tapamıram. Hə, çək görsən. Tavanı zadıyı belə. Sonra buradan çıxdı. Burada kladovkadır əqqabı üçün. Bura sanuzildir, səhv eləməmişəm. Yəni çəkək görsədək. Bir dəqiqə. Hə, şu. Bura jacuzzisi, duş kabinası. Burada sanuzildir, ayaq yolusu. Belə təmiz, səliqəli. Əsl bağ evi də, yəni torpağı böyük olan istəyirsinizsə buyurun da 20 sot az deyil. Mətbəxinə baxaq. Gəl. Mətbəximizə baxaq. Aha, narahat eləyək sizi. Mətbəximiz, kuxnya. Belə bir geniş kuxnyası var. Aha. Gəl bura. Kuxna mebeldə. Yağın ki, təbii ki, qalacaq. Kondisioner split, isitmə sistemimiz kombidir. Bax, radiatorlar da yanıbdır. Evimiz monolitlidir. Hə, bir də nəzər çatdırım ki, evimiz mərtəbə arası beton monolit. İndi belə malyarka rəngsaz işində təbii ki, ehtiyac var. Çünki daha indi təzə bağ dördə görürsünüz. Köhnə bağ evidir. Mülkdür, yəni 20 sot. İstəsən buranı qəşəng restavrasiya da eləmək olar. Yəni təmir eləmək olar. İndi belə qapılar yoxdur. Baxa bilərik bura.
Ha, bura bax, bir otaqdır. Buradan səhv eləmirəmsə, maşallah. Eyvan da eyvandır ya. Ayağımız düzü biraz tozlanacaq, amma çəkəyə görsədək də ki, budur. Bax belə, o başdan bu başa kimi eyvandır. Çək görsəd eyvanı. Sakit yerdir. Yəni əsəb sakitləşdirmək üçün əla yerdir. Gedək. Gəl. Gedək qalxaq. Görsədək. O otaqları da mən bağlayacağam. Narahat olma. Əsas məsələ ki, evimiz beton monolitdir. Mən söndürəcəm. Bu birinci otağına baxdıq. Burada bizdə deyəsən sanuzildir. Bəli, bura sanuzildir. Bura nədir? Bu elə bir ki, yataq otaqdan sanuzela birbaşa giriş. O yataq otağı. Hə, понятно, bildim. Belə vəziyyətdə bu ikinci yataq otağıdır. Buradan da balkona çıxışı var. Aha. Bu üçüncü otaqdır, yataq otağı. 3-4 dənə yataq otağımız var ikinci mərtəbədə. Belə. Və buradan da balkona çıxış var. Bu da dördüncü yataq otağıdır. Bax belə. Hər otaqda da split kondisioner var. İndi qalacaq, nə götürəcəm o ev sahibi özü bilər. Qalxaq mansarda. Buyur. Qalxaq. Buranı da görsədək. Onunla da yekunlaşdıraq. Bu da belə bir geniş mansard. Ev çox böyükdür ya. Ev çox böyükdür. Qardaşlar, ev çox böyükdür. Yəni elə 300 kvadrat sənətdədir, 500 kvadrata yaxındır. Qurban sənə. Bura mansard hissədir. Burada sanuzildir bu. Ha, burada da sanuzil. Çəkmə ehtiyacı yoxdur. İndi bundan yoxdur. Bu проигрыватель двухкассетный магнитофon. Burada da səbir eləmirəmsə. Ay vay vay. Bunu satmışsınız. Все вместе с дачей. Nə, bunu da daç arasında veririz. Ha, heyifdir, mən hədiyyə verərsin. Ora kladovkadır. Sonra. Bura baxaq görək. Onu gördüm, şağlım yadıma düşdü ona görə. Yoxsa belə. Ha. Bu yataq otağıdır bir. Burada qonaq otağıdır. Hə. Demək olar ki, siz yuxarı mərtəbələrdən istifadə edəmirsiniz. Yox, yuxarı mərtəbələrdən istifadə edəmir. İndi təbii ki, burada indi aboyda cırıq olacaq, sökük olacaq. Çünki köhnə mülkdür. Əvvəlindən sizdə olub, özünüz tikdirmişsiniz 100%. Belarus. Şöyle burada da yekunlaşdıraq. Sağ olun.